Cruises.az-ın dəyərli dostları, müştəriləri, MSC Muzika gəmisində Sanremo kazinosu kifayət qədər böyük bir ərazi tutur, müxtəlif oyunlar var və tam qarşısı Ləskalaret teatrıdır. Hər axşam müxtəlif əyləncələrin, şou proqramların, istəsə də günorta saatlarında müxtəlif tədbirlərin keçirilə biləcəyi bir məkandır. Kifayət qədər böyük bir tutuma sahibdir. 2 mərtəbə toplamda var və hal-hazırda deyəsən bir tədbirə düş gəldik. Çox böyük bir zaldır. Toplam tutumu 1500-ə yaxındır. Diqqət edirsinizsə. Deməli, buradan həm burası səs sisteminin olduğu yerdir. Diğeri səhnə. Biraz daha yüksək səslə danışmayacağım, mane olmayaq. İki mərtəbə fulldur. Bu birinci mərtəbə və bu da ikinci mərtəbə. Tam çox böyük bir teatra sahibdir. Bu gəmidən açığı bu qədər böyüyün gözləmirdim, amma toplam 1500 tutum. Az bir tutum deyil və kifayət qədər maraqlı əyləncələr, proqramlar həyata keçirilir. Belə bu 2 mərtəbə olduğuna görə buradan da aşağıya düşərsək, yenə də o qapıya çıxmış olacaq, amma bu səfər gəminin 6-cı mərtəbəsini qismən göstərmiş ola bilərəm sizə. Ona görə də bir mərtəbə aşağıya düşəcəm. Yenə arxa bölümdə teatrın davamıdır. Oranı bir də çəkib sizi yormayım. Belə bir 6-cı mərtəbədən çıxışda belə bir xoş bir məkan sizi qarşılayır. Il Tucano. Səhnə yenə də xidmətinizdədir və axşam günorta saatlarında kifayət qədər xoş vaxt keçirə biləcəyiniz bir məkanda canlı musiqi var. Hal-hazırda 6-cı mərtəbədəyik və 6-cı mərtəbədə də burada yenə mağazalar var. Bir başqa bar və çantaların satıldığı qarşıda məkan. Əsasən üzmə günlərində müxtəlif burada uşaqlar üçün də olanlar var. Əsasən üzmə günlərində bu və ya bənzər endirimlər olur. Ona görə də gəmi səyahətinə başladığınızda mütləq hərdən bir o satış yerlərinə yaxınlaşın. Çünki onlar sizə deyirlər ki, məsələn, filan tarixdə gözlənilir bizdə endirim. O endirimdən faydalana bilərsiniz. Nəyisə satın almaq üçün. Bu parfüm olar, saat olar, eynək olar, bu tip. Və bu şəkildə 6-cı mərtəbədə də gəldik yenə nəbzinə vurulduğu yerə. Bax belə.